Qoç. Marsın dinamik enerjisi daxili aləmində böyük bir tərpəniş yaradır və hərəkətə keçmək üçün münbit şərait formalaşdırır. İş mühitində rəhbərliyin diqqətini çəkəcək qədər cəsarətli layihələr irəli sürmək imkanın yaranacaq. Karyera pillələrində irəliləmək üçün yalnız fiziki güc deyil, həm də strateji zəka nümayiş etdirməlisən. Maddi məsələlərdə riskli addımlardan qaçmalı, büdcəni qorumaq üçün daha təmkinli davranmalısan. Uzun müddətdir gözlədiyin bir ödənişin reallaşması maliyyə durumuna müsbət təsir göstərəcək. Köhnə problemlər yenidən özünü xatırlada bilər, bəzi qoçlar çətin və dolaşıq məsələləri həll etməli olacaqlar. Amma inadkarlıq çox yaxşı nəticə verəcək, əlverişsiz şərait belə sizi məqsədinizə çatmaqdan saxlaya bilməyəcək, gərəksiz xərcləri minimuma endirmək gələcək planların üçün zəmin hazırlayır. Şəxsi münasibətlərdə partnyorunla arandakı buzları əritmək üçün səmimi etiraflar etmək lazımdır. Subay qoçlar üçün yeni bir tanışlıq gözlənilməz məkanda baş verə bilər. Qarşı tərəfin hisslərinə qarşı daha həssas yanaşmaq bağlarınızı gücləndirəcək. Psixoloji olaraq özünü olduqca enerjili hiss etsən də günün sonunda dincəlməyə vaxt ayırmalısan. Daxili səsini dinləmək sənə qaranlıq qalan bir çox sualın cavabını tapmaqda kömək edəcək. Özünə olan inamın ətrafındakı insanların sənə olan baxış bucağını dəyişdirir. Dostlarla keçirilən qısa zaman kəsiyi mental yorğunluğunu aradan qaldıracaq. Sosial çevrəndə yalançı səmimiyyətdən uzaq durmağa çalışmalısan. Kimin dost, kimin sadəcə tanış olduğunu ayırt etmək üçün yaxşı fürsətdir. Yolda olarkən və ya nəqliyyatda diqqətli olmağın tövsiyə edilir. Texniki cihazlarla bağlı yarana biləcək kiçik nasazlıqlar səbrini sınağa çəkə bilər. Qəfil gələn bir xəbər planlarını dəyişməyə məcbur edəcəyi üçün alternativ variantların olmalıdır. Uğur sənə tərəf gəlir, kifayətdir ki, qapını açmağa hazır olasan. Həyatındakı xaosu nizama salmaq üçün mükəmməl andasan. Buğa. Sabitlik və rahatlıq axtarışın bu dövrdə ön plana çıxsa da, həyat sənə fərqli sürprizlər hazırlayır. Peşəkar fəaliyyətində detallara verdiyin önəm səni iş yoldaşlarından bir addım öndə saxlayacaq. Ortaq cəhətləri çox olan insanlar tez dil tapacaq və bir-birinə rəğbət bəsləyəcəklər. Yarımçıq qalmış sənədləşmə işlərini yekunlaşdırmaq üçün əla zamandır. Maddi mənada gəlirlərinin artması üçün yeni əməkdaşlıq təkliflərini ciddi dəyərləndirməlisən. Pulun idarə olunmasında emosional qərarlar verməkdən yayınmağın vacibdir. Köhnə bir borcun qaytarılması səni xeyli rahatladacaq. Sevgi həyatında romantikanın dozası artsa da, qarşı tərəfin bəzi davranışlarını yanlış anlama ehtimalın var. Uzun müddətli münasibətlərdə güvən məsələsini yenidən müzakirə etmək faydalı ola bilər. Tək olan buğalar keçmiş sevgi hekayələrinin təsirindən çıxmalı və gələcəyə baxmalıdırlar. Qəlbinin qapılarını açmaq üçün hələ də biraz zamana ehtiyacın ola bilər. Psixoloji cəhətdən özünü təbiətlə təmasda daha hüzurlu hiss edəcəksən. Motivasiyanı yüksək tutmaq üçün kiçik uğurlarınla fəxr etməyi öyrənməlisən. Stresli anlarda nəfəs məşqləri və ya meditasiya sənə çıxış yolu göstərəcək. Sosial əlaqələrdə daha seçici davranmaq vaxtına qənaət etməyə imkan verəcək. Ətrafındakı insanların məsləhətlərini dinlə, lakin son qərarı öz məntiqinlə ver. Köhnə dostlardan gələn zəng sənə unudulmuş xatirələri canlandıracaq. Ev daxilində gözlənilməz təmir və ya dəyişiklik tələb edən vəziyyətlər yarana bilər. Pəhrizinə və yuxu rejiminə fikir verməyini ulduzlar xüsusi vurğulayır. Gizli qalan bir məlumatın üzə çıxması bəzi insanlara qarşı mövqeyini dəyişə bilər. Hər şeyi nəzarətdə saxlamaq istəyindən biraz əl çəksən, həyatın daha axıcı olduğunu görəcəksən. Səbrin və inadkarlığın sənə istədiyin nəticəni qazandıracaq. Əkizlər. Zehni fəaliyyətinin zirvədə olduğu bir mərhələdəsən və bu da sənə eyni anda bir neçə işi idarə etmək qabiliyyəti verir. İş yerində informasiya mübadiləsi və kommunikasiya kanalları vasitəsilə mühüm nailiyyətlər əldə edə bilərsən. Yaradıcı ideyalarınla rəhbərliyin rəğbətini qazanmaq üçün doğru zaman kəsiyidir. Maliyyə sahəsində gəlir və çıxar arasındakı balansı qorumaq bu ara sənin əsas tapşırığın olmalıdır. Gözlənilməz investisiya imkanları yarana bilər, lakin tələsik qərarlardan uzaq durmalısan. Ciblərini boşaldacaq xırda xərclərin cəmi ay sonunda büdcəndə böyük boşluq yarada bilər. Münasibətlərdə ünsiyyət tərzi hər şeyi müəyyən edəcək sözlərini seçərkən diqqətli olmalısan. Sevdiyin insanla ortaq bir hobbiyə başlamaq aranızdakı emosional bağı daha da dərinləşdirəcək.
Yalnız olanlar üçün intellektual səviyyəsi yüksək olan biri ilə tanışlıq ehtimalı olduqca böyükdür. Duyğularını ifadə etməkdən çəkinməməlisən, çünki qarşı tərəf sənin nə düşündüyünü bilmək istəyir. Ruhən bir az gərgin ola bilərsən, buna görə də fikirlərini dağıtmaq üçün aktiv istirahətə üstünlük ver. Yeni bir sahədə təhsil almaq və ya kursa başlamaq motivasiyanı inanılmaz dərəcədə artıracaq. Daimi hərəkətdə olmaq sənin təbiətindir, lakin bəzən durub düşünmək daha xeyirlidir. Sosial çevrəndə maraqlı müzakirələrə qoşulmaq və yeni insanlar tanımaq sənə ilham verəcək. Dedikodulardan və intriqalardan uzaq durmaq nüfuzunu qorumağın üçün vacibdir. Tanımadığın insanlara sirlərini açarkən 2 dəfə düşünməlisən. Sağlamlıqla bağlı kiçik allergik reaksiyalar və ya baş ağrıları diqqət tələb edə bilər. Pul itkisi, sərfəsiz sövdələşmələr və alışlar mümkündür. Siz bir qədər yüngül xasiyyət davranmağa meyilli olacaqsınız. Əgər yanınızda sizi düşünülməmiş addımlardan çəkindirəcək biri olmasa, bu ciddi xərclərə səbəb ola bilər. Səyahət planların varsa, sənədləri bir daha yoxlamağında fayda var. Hadisələrin gedişatı sənə hər an uyğunlaşma qabiliyyətini xatırladacaq. Özünü ifadə etməyin yeni yollarını tapmaq səni daxilən zənginləşdirəcək. Həyatın ritmini tutmaq üçün intuisiyana güvənməkdən qorxma. Xərçəng. Ayın hərəkəti daxili dünyanda emosional bir qabarma yaradır və instinktlərini hər zamankından daha iti edir. İş həyatında uzun müddətdir üzərində çalışdığın layihələrin bəhrəsini görmək üçün səbrin son hədlərindəsən. Karyeranda yüksəliş əldə etmək üçün rəqabət aparmaq deyil, komanda ruhunu gücləndirmək sənə daha çox uğur qazandıracaq. Maddi məsələlərdə ailə üzvləri ilə ortaq büdcə planlaması aparmaq gələcək təhlükəsizliyin üçün vacibdir. Daşınmaz əmlak və ya ev təmiri ilə bağlı xərclər gündəminə gələ bilər, lakin tələsik qərarlardan yayınmalısan. Maliyyə itkilərinin qarşısını almaq üçün sənədləri imzalayarkən hər bir bəndi diqqətlə oxumağın tövsiyə olunur. Sevgi münasibətlərində keçmişin kölgəsindən qurtulub gələcəyə fokuslanmaq ruhuna yaxşı təsir edəcək. Partnyorunla arandakı inciklikləri aradan qaldırmaq üçün səmimi bir şam yeməyi və ya sakit bir söhbət kifayətdir. Subay xərçənglər üçün nostalgiyadan uzaqlaşıb yeni insanlara şans vermək dövrüdür. Hisslərini gizlətmək əvəzinə onları paylaşmaq sənə daxili azadlıq hissi bəxş edəcək. Psixoloji olaraq özünü biraz kövrək hiss etsən də bu vəziyyət yaradıcılığını stimullaşdırır. Motivasiyanı artırmaq üçün sənə rahatlıq gətirən hobbilarına daha çox vaxt ayırmalısan. Daxili hüzurunu qorumaq üçün negativ enerjili insanlardan müvəqqəti uzaqlaşmaq ən doğru addımdır. Sosial əlaqələrdə yaxın dostlarının dəstəyini hiss etmək sənə böyük güc verəcək. Kiməsə kömək etmək istəyin səni xeyriyyə işlərinə yönəldə bilər. Qohumlar arasındakı kiçik anlaşılmazlıqları böyütməməyə çalış, sükut bəzən ən yaxşı cavabdır. Sağlamlıq mənasında mədə-bağırsaq sisteminə həssas yanaşmalı, qidalanma rejiminə diqqət etməlisən. Gözlənilməz bir qonaq və ya evlə bağlı sürpriz bir xəbər planlarını müsbət mənada dəyişə bilər. Ətrafındakı insanların sənə olan ehtiyacını duymaq özünü dəyərli hiss etdirəcək. Həyatındakı boşluqları sevgi ilə doldurmaq üçün kainat sənə şərait yaradır. İradən sınağa çəkilə bilər, lakin daxili gücün hər çətinliyin öhdəsindən gələcək qədərdir. Özünə olan şəfqətin başqalarına olan münasibətini də gözəlləşdirəcək. Şir. Günəşin sənə bəxş etdiyi parlaqlıq bütün diqqətləri üzərinə çəkməyinə və liderlik keyfiyyətlərini büruzə verməyinə şərait yaradır. Peşəkar fəaliyyətində cəsarətli çıxışların və kreativ yanaşmaların rəhbərliyin rəğbətini qazanacaq. Karyera yolunda qarşına çıxan maneələri sadəcə bir pilləkən kimi görməli və onlardan güc almalısan. Maddi planda lüksə olan meylin büdcəni biraz sarsıda bilər, buna görə də qənaət rejiminə keçmək faydalıdır. Gözlənilməz bir mükafat və ya əlavə gəlir mənbəyi səni ruhən xeyli stimullaşdıracaq. Pul yatırımları üçün mütəxəssis rəyi almadan böyük addımlar atmamağın xəbərdarlıq olunur. Şəxsi həyatında ehtiras və romantikanın artması münasibətlərinə yeni nəfəs gətirəcək. Sevdiyin insana qarşı daha diqqətli olmaq və kiçik sürprizlər etmək bağlarınızı möhkəmləndirir. Subay şirlər üçün sosial mühitlərdə özünə inamlı davranışlar yeni bir eşq macərasının başlanğıcı ola bilər. Qəlbinin səsinə qulaq asarkən ağlının süzgəcindən keçirməyi də unutmamalısan. Psixoloji vəziyyətin yüksəkdir, lakin egonun bəzən real vəziyyəti görməyinə mane olmasına icazə vermə. Motivasiyanı sənə heyranlıq duyan insanların rəyləri deyil, öz şəxsi inkişafın təmin etməlidir.
Daxili enerjini idman və ya rəqs kimi aktiv fəaliyyətlərə yönəltmək stresini azaldacaq. Sosial ünsiyyətdə mərkəzdə olmaq sənə zövq versə də, başqalarını da dinləməyi bacarmalısan. Dostlarınla keçirəcəyin vaxt yeni ideyaların yaranmasına təkan verəcək. Bəzi insanlarla münasibətlərində məsafə qoymaq daxili dincliyin üçün vacibdir. Yolda olarkən diqqətli olmaq və tələsməmək hər hansı xoşagəlməzliyin qarşısını alacaq. Texnoloji yeniliklərə marağın işlərini asanlaşdıracaq yeni tətbiqlər kəşf etməyinə səbəb ola bilər. Qəfil bir telefon zəngi səni uzaq səfər planları qurmağa vadar edəcək. Həyatın sənə təqdim etdiyi səhnədə baş rolda olduğunu unutma və özünə güvən. Uğurun açarı sənin xarizman və dayanmaq bilməyən iradəndə gizlənib. Hər bir addımın gələcəkdə qoyacağın böyük izin bir parçasıdır. Qız. Analitik düşüncə tərzi və nizam-intizam qaydaların sayəsində xaosun hökm sürdüyü mühitlərdə belə asanlıqla yolunu tapa bilirsən. İş yerindəki detallara olan həssaslığın səni əvəzolunmaz bir kadr halına gətirir. Karyeranda irəliləmək üçün yalnız çox işləmək deyil, həm də lazımi insanlarla düzgün əlaqələr qurmaq tələb olunur. Maddi məsələlərdə hesab-kitab işlərin mükəmməldir, lakin həddindən artıq xəsislik etmək bəzən fürsətləri qaçırmağına səbəb olar. Uzun müddətli investisiyalar üçün bazar araşdırması aparmaq və mütəxəssislərlə məsləhətləşmək lazımdır. Gözlənilməz bir borcun ortaya çıxması planlarını biraz təxirə salsa da, sürətli həll yolu tapacaqsan. Sevgi həyatında tənqidi yanaşmalardan qaçmaq münasibətlərin daha harmonik olmasına kömək edəcək. Partnyorunun səylərini qiymətləndirmək və ona dəstək olmaq aranızdakı güvəni artıracaq. Tənha qızlar üçün real gözləntilərə əsaslanan bir tanışlıq daha qalıcı münasibətlərə qapı aça bilər. Münasibətlərdə mükəmməllik axtarmaq əvəzinə qarşı tərəfi olduğu kimi qəbul etməyə çalışmalısan. Psixoloji cəhətdən özünü hər şeyi nizama salmaq məsuliyyətindən azad etmək sənə yüngüllük gətirəcək. Motivasiyanı artırmaq üçün fərdi inkişaf kitabları və ya elmi məqalələr oxumaq sənə yeni perspektivlər qazandıracaq. Daxili dincliyini təmin etmək üçün ətrafındakı dağınıqlığı təmizləməkdən başlaya bilərsən. Sosial münasibətlərdə hər kəsə məsləhət vermək istəyin bəzən yanlış anlaşıla bilər. Dostlarınla birlikdə intellektual oyunlar və ya dərnəklərdə vaxt keçirmək sənə yaxşı təsir edəcək. Ədalət hissin bəzi sosial mübahisələrdə hakim rolunu oynamağına səbəb ola bilər. Sağlamlıq məsələlərində sinir sistemini qorumalı və həddindən artıq yüklənmədən qaçmalısan. Gözlənilməz bir texniki problem və ya iş planında dəyişiklik səbrini sınağa çəkəcək. Hər şeyi əvvəlcədən planlaşdırmaq istəsən də, həyatın gətirdiyi spontanlığa açıq olmalısan. Başqalarının rəyinə hörmət et, lakin öz prinsiplərindən heç vaxt güzəştə getmə. Uğur sənin sistemli işləməyinin və dürüstlüyünün təbii bir nəticəsidir. Kiçik addımlarla böyük hədəflərə doğru irəliləməkdən çəkinmə. Tərəzi. Veneranın zərif enerjisi ətrafındakı hər şeydə estetik və harmoniya axtarışını gücləndirir. İş mühitində yaranan gərginlikləri diplomatik qabiliyyətin sayəsində asanlıqla yoluna qoya biləcəksən. Karyera pillələrində irəliləmək üçün ortaq mənafələri qorumaq və ədalətli qərarlar vermək səni hamıdan fərqləndirəcək. Maddi məsələlərdə gəlir və xərc balansını qorumaq üçün lüks həvəsini biraz cilovlamalısan. Uzun müddətdir gözlədiyin bir maliyyə dəstəyi və ya kredit təsdiqi maliyyə vəziyyətini xeyli yaxşılaşdıracaq. Pul yatırımları edərkən tərəfdaşlarının dürüstlüyünü yoxlamaq gələcək itkilərin qarşısını alar. Sevgi münasibətlərində qarşı tərəfin ehtiyaclarına qarşı göstərdiyin diqqət aranızdakı bağı daha da möhkəmləndirəcək. Subay tərəzilər üçün incəsənət və ya mədəniyyət tədbirlərində maraqlı bir tanışlıq ehtimalı olduqca yüksəkdir. Partnyorunla olan fikir ayrılıqlarını mübahisə ilə deyil, səmimi söhbətlə həll etməyə çalışmalısan. Psixoloji olaraq daxili tarazlığını qorumaq üçün meditasiya və ya yoga kimi sakitləşdirici fəaliyyətlərə vaxt ayır. Motivasiyanı yüksək tutmaq üçün yaradıcılığını büruzə verə biləcəyin sahələrə yönəlməyin vacibdir. Özünü hər kəsin xoşuna gəlmək məsuliyyətindən azad etdikdə həqiqi xoşbəxtliyi tapacaqsan. Sosial əlaqələrdə yeni tanış olduğun insanların sənə təklif edəcəyi layihələr gələcək üçün ümidvericidir. Köhnə dostlarınla keçirəcəyin bir axşam sənə unudulmuş xatirələri və səmimiyyəti yenidən yaşadacaq. Ətrafındakı insanların sənə olan heyranlığı özünə inamını artıracaq, lakin təvazökarlığı əldən vermə. Sağlamlıq baxımından böyrək və bel nahiyəsinə xüsusi diqqət yetirməli, bol su içməyi unutmamalısan.
Gözlənilməz bir dəvət planlarını dəyişsə də, bu dəyişiklik sənə çox müsbət təsir edəcək. Ev daxilində bəzi dekorasiya dəyişiklikləri etmək daxili enerjini yeniləməyə kömək edər. Hadisələrə geniş perspektivdən baxmaq sənə həyatın kiçik detallarındakı gözəlliyi göstərəcək. Qərarsızlıq çəkdiyin məqamlarda məntiqindən çox daxili səsinə güvənməyi yoxla. Hər kəsin razılığını almaq mümkün olmasa da, öz daxili ədalətini qorumaq sənə kifayətdir. Uğur sənin zərif və səmimi yanaşmalarının təbii bir nəticəsi kimi gələcək. Əqrəb. Plutonun transformasiya gücü daxili dünyanda böyük dəyişikliklərin başlanğıcından xəbər verir. İş həyatında strateji həmlələr etmək və rəqiblərin addımlarını qabaqcadan görmək qabiliyyətin zirvədədir. Karyeranda yeni bir mərhələyə keçmək üçün köhnəlmiş metodlardan imtina edib daha müasir yolları sınamalısan. Maddi məsələlərdə gizli qalan fürsətləri aşkar etmək sənə əlavə gəlir qazandıra bilər. Maliyyə tərəfdaşlığı qurarkən qarşı tərəfin sadiqliyini sınaqdan keçirmək üçün biraz zaman tanı. Riskli investisiyalardan qaçmaq və mövcud büdcəni qorumaq hazırda ən ağıllı addımdır. Sevgi həyatında ehtiras və emosional dərinlik hər zamankından daha qabarıq şəkildə özünü göstərir. Partnyoruna olan güvənini sınağa çəkəcək vəziyyətlər yaransa da, dərhal qərar verməkdən çəkin. Subay əqrəblər sirli və cəlbedici enerjiləri ilə ətrafdakıların diqqətini asanlıqla özlərinə çəkəcəklər. Münasibətlərdə həddindən artıq qısqanclıq və nəzarət etmək istəyi aradakı məsafəni böyüdə bilər. Psixoloji olaraq özünü yenilənmiş və güclü hiss etmək üçün keçmişin yükündən tamamilə azad olmalısan. Motivasiyanı sənə qarşı olan maneələri yıxmaq və imkansızı bacarmaq arzusu təmin edəcək. Daxili gücün sənə ən çətin anlarda belə ayaqda qalmağa və irəliləməyə imkan verir. Sosial çevrəndə sirlərini paylaşarkən çox seçici olmalı və yalnız sınaqdan keçmiş insanlara güvənməlisən. Kiminsə sənin haqqında dediyi sözlər planlarını dəyişməyə səbəb olmamalıdır. Dərin araşdırmalar tələb edən mövzularda yeni məlumatlar əldə etmək sənin üçün intellektual zövq olacaq. Sağlamlıq mənasında daxili orqanların fəaliyyətinə və immunitet sisteminə dəstək olacaq qidalar qəbul et. Gözlənilməz bir zəng və ya mesaj gizli qalmış bir həqiqəti üzə çıxara bilər. Səyahətə çıxmaq və ya yer dəyişdirmək istəyin bu dövrdə reallaşmaq üçün münbit şərait tapacaq. Hər şeyin dərinə getmək istəyin bəzən səni yorsa da, həqiqəti bilmək sənə güc verir. Özünü ifadə edərkən kəskin ifadələrdən qaçmaq sənə daha çox dost qazandıracaq. Kainatın sənə hazırladığı gizli hədiyyələri qəbul etmək üçün hazır ol. Ox atan. Yupiterin genişləndirici enerjisi sənə yeni üfüqlər və böyük hədəflər vəd edir. İş həyatında beynəlxalq layihələr və ya xarici əlaqələr qurmaq üçün mükəmməl bir dövrdür. Karyeranda yüksəliş əldə etmək üçün biliyini daim artırmalı və yeni təcrübələrə açıq olmalısan. Maddi planda gözlənilməz xərclər yaransa da, çevik zəkan sayəsində büdcəni tez bir zamanda bərpa edəcəksən. Şans oyunlarından və ya riskli birjalardan uzaq durmaq maliyyə sabitliyini qorumağın açarıdır. Gələcəyə dair planlarını reallaşdırmaq üçün kənar şəxslərin maliyyə dəstəyinə ehtiyac duya bilərsən. Sevgi münasibətlərində azadlıq və müstəqillik hissinin artması partnyorunla bəzi anlaşılmazlıqlara yol aça bilər. Aranızdakı bağı qorumaq üçün ortaq səyahətlər planlamaq və yeni macəralara atılmaq faydalı olacaq. Subay ox atanlar üçün fərqli mədəniyyətdən və ya uzaq yerdən olan biri ilə tanışlıq gözlənilir. Duyğularını səmimi və açıq şəkildə ifadə etmək səni daha cazibədar göstərir. Psixoloji olaraq özünü olduqca nikbin və həyat dolu hiss edəcəksən. Motivasiyanı sənə yeni şeylər öyrədən və dünya görüşünü genişləndirən fəaliyyətlərdən alacaqsan. Həyatın mənasını kəşf etmək üçün fəlsəfi suallara cavab axtarmaq ruhuna yaxşı təsir edəcək. Sosial əlaqələrdə şən və zarafatçıl təbiətinlə hər mühitin ruhu olmağı bacarırsan. Yeni dostluqlar qurmaq və fərqli baxış bucaqlarını dinləmək sənə ilham verəcək. Söz verərkən imkanlarını real dəyərləndirməli və yerinə yetirə bilməyəcəyin öhdəlikləri götürməməlisən. Sağlamlıq baxımından ayaq və bud nahiyəsindəki ağrılara diqqət etməli, hərəkətliliyi artırmalısan. Gözlənilməz bir xəbər sənə uzaq bir yoldan gələ bilər və gələcək planlarını tamamilə dəyişər. Macəra axtarışın səni riskli vəziyyətlərə sala biləcəyi üçün təhlükəsizliyi ön plana qoymalısan. Həyatın sənə təqdim etdiyi fürsətləri dəyərləndirmək üçün daim hərəkətdə və enerjili ol. Həqiqət axtarışın səni ən doğru yola aparacaq və sənə yeni qapılar açacaq.
Hər bir çətinliyi böyük bir dərs və təcrübə kimi qəbul etmək sənin ən böyük gücündür. Oğlaq. Saturnun nizam-intizam gətirən enerjisi karyera hədəflərinə fokuslanmaq üçün sənə sarsılmaz bir iradə bəxş edir. İş mühitində məsuliyyətlərinin artması səni qorxutmamalı, əksinə peşəkarlığını sübut etmək üçün bir fürsət kimi dəyərləndirilməlidir. Strateji planlama qabiliyyətin sayəsində rəhbərliyin ən çətin tapşırıqlarını belə uğurla yekunlaşdıra biləcəksən. Maddi məsələlərdə qənaətçil təbiətin bu ara büdcəni qorumaqda ən böyük köməkçindir. Uzun müddətli investisiyalar və ya əmlakla bağlı məsələlərdə ciddi addımlar atmaq üçün münbit şərait formalaşır. Gözlənilməz bir xərc çıxsa belə soyuqqanlılığını qoruyaraq maliyyə balansını bərpa edəcəksən. Sevgi münasibətlərində ciddiyyət və sadiqlik sənin üçün ön plandadır, lakin partnyoruna qarşı biraz daha romantik davranmağın aranızdakı bağı yumşalda bilər. Subay oğlaqlar üçün iş mühitində və ya rəsmi tədbirlərdə ciddi bir tanışlıq ehtimalı var. Duyğularını ifadə edərkən çox soyuq görünməməyə çalış, çünki qarşı tərəf sənin səmimiyyətinə ehtiyac duyur. Psixoloji olaraq özünü biraz yüklənmiş hiss edə bilərsən, buna görə də zehnini dincəltmək üçün tək qalmağa vaxt ayır. Motivasiyanı sənə qazandığın kiçik qələbələr və gələcəkdə quracağın stabil həyat vədi verəcək. Daxili gücün ən çətin maneələri belə aşmağa kifayət edəcək qədər böyükdür. Sosial əlaqələrdə yalnız sənə fayda verən və ruhunu zənginləşdirən insanlarla ünsiyyətdə olmağa üstünlük ver. Boş söhbətlərdən qaçmaq sənə həm vaxt, həm də enerji qazandıracaq. Köhnə bir dostun sənə mühüm bir məsləhət verməsi həyatındakı bəzi düyünləri aça bilər. Sağlamlıq baxımından sümüklərinə və dişlərinə diqqət yetirməli, kalsiyum qəbulunu artırmalısan. Gözlənilməz bir xəbər peşəkar həyatında bəzi planların yerini dəyişməyə məcbur edə bilər. Səbrin və inadkarlığın sənə gec-tez istədiyin o yüksək zirvəni qazandıracaq. Hər bir addımını öncədən hesablamağın səni risklərdən sığortalayır. Özünə qarşı həddindən artıq sərt olmağı buraxıb, qazandığın uğurların dadını çıxarmağı öyrənməlisən. Həyatın ritmi sənin daxili intizamınla uzlaşdıqda hər şey öz yoluna düşəcək. Dolça. Uranın yenilikçi ruhu səni köhnəlmiş qəliblərdən çıxmağa və fərqli yollar kəşf etməyə səsləyir. İş yerində hər kəsin alışdığı metodlardan imtina edib orijinal ideyalar irəli sürməyin səni diqqət mərkəzinə gətirəcək. Karyeranda texnologiya və ya sosial media ilə bağlı yeni qapıların açılması ehtimalı olduqca yüksəkdir. Maddi mənada gəlirlərinin qeyri-adi mənbələrdən artması səni həm təəccübləndirəcək, həm də sevindirəcək. Pulun idarə olunmasında rəqəmsal platformalardan istifadə etmək işini xeyli asanlaşdıra bilər. Gələcək planların üçün biraz kənara pul qoymaq azadlıq hissini gücləndirəcək. Sevgi həyatında intellektual bağ hər şeydən üstündür və partnyorunla maraqlı müzakirələr aparmaq aranızdakı eşqi alovlandıracaq. Subay dolçalar üçün sosial qruplarda və ya dost mühitində gözlənilməz bir qığılcım yarana bilər. Münasibətlərdə hər iki tərəfin şəxsi məkanına hörmət etmək uzun müddətli xoşbəxtliyin sirridir. Hisslərini sərbəst buraxmaq və qəliblərdən uzaq durmaq sənə emosional rahatlıq gətirəcək. Psixoloji olaraq özünü olduqca azad və yaradıcı bir enerji dalğasında hiss edəcəksən. Motivasiyanı sənə dünyanı dəyişdirmək arzusu və fərqli olmaq cəsarəti verəcək. Daxili səsini dinləmək sənə cəmiyyətin diktə etdiyi qaydalardan kənara çıxmağa kömək edəcək. Sosial çevrəndə yeni və qeyri-adi insanlarla tanışlıq dünya görüşünü genişləndirəcək. Dostlarına kömək etmək istəyin səni müxtəlif xeyriyyə layihələrinə cəlb edə bilər. Kiminsə səni məhdudlaşdırmaq cəhdlərinə qarşı sərt, lakin mədəni şəkildə mövqe qoymalısan. Sağlamlıq mənasında qan dövranına və sinir sisteminə diqqət yetirməli, stressdən uzaq durmalısan. Gözlənilməz bir texniki arıza və ya plan dəyişikliyi günün gedişatına rəng qatacaq. Səyahət planlarında spontan qərarlar vermək sənə unudulmaz anlar yaşada bilər. Həyatın sənə təqdim etdiyi sürprizlərə hər zaman açıq olmaq səni gənc və dinamik saxlayır. Öz fərdiliyini qoruyaraq cəmiyyətə faydalı olmaq sənin əsas missiyandır. Kainat sənin cəsarətli addımlarını dəstəkləmək üçün yeni imkanlar yaradır. Balıqlar. Neptunun sehirli enerjisi səni xəyallar aləminə çəksə də, real həyatla ayaqlaşmaq üçün daxili tarazlığını tapmalısan. İş həyatında intuisiyana güvənmək sənə rəqiblərin görmədiyi detalları sezmək imkanı verəcək. Karyeranda yaradıcılıq tələb edən sahələrdə və ya insanlara yardım etmək missiyası olan işlərdə böyük uğur qazana bilərsən.
Maddi məsələlərdə xəyallara qapılmadan mövcud vəziyyəti real dəyərləndirməli və büdcəni nəzarətdə saxlamalısan. Gizli qalan maliyyə imkanları və ya kimsə tərəfindən edilən maddi jest səni ruhən yüksəldəcək. Pul yatırımlarında dumanlı və qeyri-müəyyən təkliflərdən uzaq durmaq ən vacib xəbərdarlıqdır. Sevgi münasibətlərində emosional dərinlik və ruhsal birlik axtarışın qarşı tərəf tərəfindən yüksək qiymətləndiriləcək. Partnyorunla bir-birinizi sözsüz anlamaq aranızdakı bağı daha da müqəddəs edir. Subay balıqlar üçün ruh əksi ilə rastlaşmaq ehtimalı olan romantik bir gündür. Keçmişdə qalan inciklikləri bağışlamaq qəlbində yeni sevgilər üçün yer açacaq. Psixoloji olaraq həssaslığın artsa da bu vəziyyət sənə ətrafındakı insanların dərdinə şərik olmaq gücü verir. Motivasiyanı sənə daxili hüzur, musiqi və ya sənətlə məşğul olmaq bəxş edəcək. Özünü xaosdan qorumaq üçün dəniz kənarında və ya su yaxınlığında vaxt keçirməyin tövsiyə olunur. Sosial əlaqələrdə hər kəsin problemini öz üzərinə götürməməli, enerji vampirlərindən qorunmalısan. Yaxın dostlarınla səmimi paylaşımlar etmək sənə mənəvi dəstək olacaq. Sir saxlamaq bacarığın insanların sənə olan etibarını daha da artırır. Sağlamlıq baxımından ayaq nahiyəsinə və immunitetini gücləndirəcək bitki çaylarına diqqət yetirməlisən. Gözlənilməz bir yuxu və ya intuisiya səni mühüm bir qərar verməkdən daşındıra bilər. Həyatın sənə pıçıldadığı gizli mesajları eşitmək üçün sakitliyə ehtiyacın var. Mərhəmətli qəlbin sənin ən böyük xəzinəndir və o sənə hər zaman doğru yolu göstərəcək. Hər şeyi olduğu kimi qəbul etmək sənə daxili azadlığın qapılarını açacaq. Uğur sənin daxili aləmindəki gözəlliyi dünyaya yansıtmağınla gələcək.